Sizdən xahiş edirik ki, YouTube və TikTok kanalımızı dəstək olun. Dəstəyiniz üçün minnətdarıq. Amerika Birləşmiş Ştatları prezidenti Donald Trump onlarla dəbdəbəli obyekt və biznes layihələrindən, eləcə də öz adını daşıyan gitara, İncil və saatların satışından milyonlarla dollar gəlir əldə edir. Panjomi TV xəbər verir ki, bu 234 səhifədən ibarət olan maliyyə deklarasiyasında qeyd olunub. Sənədlərdə bildirilir ki, Trump 2024-cü ildə World Liberty Financial adlı kripto layihədən 57 milyon dollardan çox gəlir əldə edib. Layihədə rəhbər vəzifələri onun oğulları Erik Trump və kiçik Donald Trump icra edirlər. Bu gəlir deklarasiyada qeyd olunan ən iri mənbələrdən biridir. Bundan başqa, Amerika Birləşmiş Ştatları prezidenti Save America Amerikanı Xilas Et adlı kitabının satışından 3 milyon dollar, idman ayaqqabısı və ətirdən 2-5 milyon dollar, saatlardan 2-8 milyon dollar, İncil nüsxələrindən 1-3 milyon dollar və gitara satışından 1-0-5 milyon dollar qazanc əldə edib.